Salam, hər vaxtınız xeyir olsun. Biz yenə də bir problemli sistemə dəvət almışıq. Ev sahibi evi 2 mərtəbədən ibarətdir. Hər mərtəbəsi 150 kvadrat istiqboldur. Burada problem nədir? Eyni olaraq gördüyünüz kimi bax, kombi qoşulub. 2-ci mərtəbə və 1-ci mərtəbə. 150 kvadrat, 150 kvadrat. İstipola qulluq edir, 45 kilovatlı kombi. Əslində normaldır, amma istipoldan alat-alat qızır, çox yerindən istilik ala bilmir, müəyyən hissələrindən. Bunun üçün bizi dəvət edib ev sahibi. İnşallah biz də ölçü biçi apardıq, evimizə uyğun olaraq dəngə qabı düzəltdik və devriyyə nasosları böyük olduğu üçün gedişə dönüşə qurulacaqdır. İşimiz davam edir, baxarsınız siz də, izləyirsiniz, əzizləyicilər. Bütün materialları almışıq, biz indi burada sistemdə bir komfort yaradacağıq. Beləliklə, problem tam kökündən inşallah həll olacaq.